Salam əziz şagirdlər, bu gün sizinlə test toplusundan tam cəbri ifadələr bölməsinin ifadələrin ən kiçik və ən böyük qiymətlərinin tapılması alt bölməsinə aid bir neçə maraqlı sualın izahı ilə tanış olacağıq. İlk sualımız 6 nömrəli sualdır və sualda deyilir ki, A üzərinə gəl B-nin kvadratı üzərinə gəl 6 A üzərinə gəl B üzərinə gəl 10 ifadəsinin ən kiçik qiymətini tapın. Bu ifadə bizim üçün bir qədər fərqli formada verilsə də, əslində çox sadə misaldır. Çünki A üzərinə gəl B bizdə ümumilikdə bir ədəd kimi, bir məşğul kimi götürsək, buna bir x deyə bilərik və ifadəmiz artıq bizdə x-in kvadratı üzərinə gəl 6x üzərinə gəl 10 formasını alar ki, bu ifadənin ən kiçik qiymətini tapmaq üçün bir neçə yol var. Birbaşa düsturundan da tapmaq olar və yaxud kvadrat ifadə təyin etməklə də tapmaq olar. Yəni, biz bu ifadəni x-in kvadratı üzərinə gəl 6x üzərinə gəl 9 üzərinə gəl 1 kimi yazsaq, bu ifadə müxtəsər düsturudur. X üzərinə gəl 3-ün kvadratı üzərinə gəl 1 formasını alacaq ki, bu formada yazılan zaman kvadrat ifadənin tərkibinin ən kiçik qiyməti 0 ola bilər buranın. Bu ifadəyə 0 versək, ümumilikdə ifadəmizin ən kiçik qiyməti 1 qiymətini alar. Birbaşa düsturla da yazmaq olardı. Keçək növbəti suala. Növbəti sual 8 nömrəli sualdır və deyir ki, ifadələrini müqayisə eləyin. A ədədini sadələşdirək müqayisə üçün. A çıxılsın 8, A üzərinə gəlsin 7 ifadəsidir. Gəlin vurub açaq. A-nın kvadratı çıx 8A üzərinə gəl 7A çıxılsın 56-dır. Sadələşdirməni eləsək, A-nın kvadratı çıxılsın A çıxılsın 56. B-ni sadələşdirsək, görərik ki, A üzərinə gəl 10-un A çıx 11-ə hasilidir ki, A-nın kvadratı üzərinə gəl 10A çıxılsın 11A çıxılsın 110-dur. Və bunu da sadələşdirsək, bərabər olur. A-nın kvadratı çıx A çıxılsın 110. İndi biz A və B ədədlərini müqayisə etmək istəyirik. Və diqqətlə baxsaq, görərik ki, A kvadratı çıx A hər iki ədəddə var. A-da da B-də. Lakin bizdə A kvadratı çıx A-dan A ədədi üçün, ifadəsi üçün 56 çıxılıb, B üçün isə 110 çıxılıb. Təbii ki, eyni bir ədəddən 56 və 110 çıxıldıqda 110 çıxılan ədəd daha kiçik olur. Yəni, biz burada A-nın B-dən daha böyük olduğunu rahat şəkildə görürük. Deməli, düzgün cavabımız eləyir E variantı. Növbəti suala baxsaq, 12 nömrəli sualdır və sualda deyilir ki, 3x-in kvadratı üzərinə gəl 2-nin kvadratıdır, üzərinə gəl y kvadratı çıx 6-nın kvadratı üzərinə gəl 19 ifadəsinin ən kiçik qiyməti soruşulur. Bu misalda da kvadrat ifadələr verilir. Onların ən kiçik qiymətlərini tapmaq kifayət qədər sadədir. Birinci mötərizəyə fikir versək, normalda biz kvadrat ifadənin ən kiçik qiymətini 0 götürürdük. Lakin bu birinci mötərizənin daxilini 0 etmək mümkün deyil. Çünki onun özünün daxilində də bir kvadrat var və daha sonra isə cəm yazılıb. Yəni, bu kvadratın ən kiçik qiymətini götürməliyik. O da 0-dır. X-in kvadratının yerinə 0 qoysaq, bu ifadə 0 üzərinə gəl 2-nin kvadratı, yəni 4. Ən kiçik 4 qiymətini ala bilər. Üzərinə gəl. Lakin ikinci mötərizəmizdə y-in kvadratı olsa da, oradan çıx 6-dır. Yəni, biz hər hansı bir ədədin kvadratından 6 çıxdıqda oranın qiymətini 0 eləyə bilərik. Yəni, y-imiz kök altında 6 olsa, bu ifadənin qiyməti 0 eləyəcək. Yəni, ən kiçik qiymət olaraq biz bu hissəyə 0 eləyə bilərik. Və üzərinə gəldi 19 misalımızda verilmişdir. Deməli, topladıqda ifadəmizin qiymətinin ən kiçik 23 ola biləcəyini təyin etmiş oluruq. Növbəti suala keçək. Növbəti sual 16 nömrəli sualdır və deyir ki, A-nın hansı qiymətində mənfi 3A kvadratı üzərinə gəl 18A üzərinə gəl 1 ifadəsinin qiyməti ən böyük olar. Burada da düsturdan da istifadə edə bilərsiniz və yaxud kvadrat ifadədə ayrı
misalı təyin etmək olar. Bu hissədə düsturu istifadə etmək daha sadədir. Ən kiçik A-nın hansı qiymətində soruşduğuna görə biz ən kiçik qiyməti aldığı qiyməti axtaracağıq, yəni M-i. M isə düsturu -B/2 A idi. Misalımızda bizdə A-mız -3-dür, B-miz 18-dir, C-miz isə 1-dir. İfadə yerinə yazsaq, -18 bölünsün 2 vur -3 eləyir. Bu misalı sadələşdirdikdə cavab eləyir 3. Keçirik növbəti suala. 20 nömrəli sualdır. Uyğunluq sualıdır biraz və burada diqqətli olmalıyıq. Necə? Müxtəlif versiyalar var. Birinci halı yazacağım ilk əvvəl. Görürük ki, B çıx 3 vur A-nın kvadratı üzərinə gəl 2A üzərinə gəl 4 şəklində bir çoxhədli yazılıb və bu ifadədə ən böyük, ən kiçik qiymətə aid araşdırma aparmalıyıq və fikir veririk ki, burada ən böyük, ən kiçik qiyməti təyin olunması üçün biz əsasən A kvadratının əmsalına baxmalıydıq. Onun müsbət və yaxud mənfi olduğu bizdə buna kömək eləyəcəkdir. Və diqqətlə baxsaq görərik ki, P-3 əgər P-3 0 olsaydı, burada ən böyük, ən kiçik qiymət təyin etmək olmaz. Çünki kvadrat ifadə qalmayacaqdı. Yəni, P-nin 3 olması onun ən böyük və ən kiçik qiymətlərinin olmamasına gətirib çıxaracaqdı ki, bu hal bizdə misalda C variantında P bərabərdir 3 olduqda ən böyük, ən kiçik qiymət yoxdur kimi verilib. Deməli, biz birinci hal üçün C-ni götürə bilərik. Daha sonra diqqətli olsaq, görərik ki, bizdə əgər P-3-ün qiyməti sıfırdan böyük olsaydı, P-3 böyük olsaydı sıfırdan, yəni P özü böyük olsaydı 3-dən, bizdə ən kiçik qiymət olacaqdı. Lakin bizdə 3 müsbət sonsuzluq üçün uyğun bir hal verilməyib. Əksinə, əgər P-3 kiçik olsaydı sıfırdan, yəni P kiçik olsaydı 3-dən, bu misalın ən böyük qiyməti olacaqdı. P-nin 3-dən kiçik olduğu hal burada verilib Y variantında. Yalnız P mənfi sonsuzluqdan 3-ə qədər olduqda ən böyük qiymət var deyir. Bu da bizdə misalımızın bu şərti ilə uyğunluq təşkil etdiyinə görə biz burada C-nin yanında yeni də götürəcəyik. Artıq bir misala 2 halı götürdük. Digər hallara nəzər yetirsək, görəcəyik ki, bu birinci hal üçün uyğun gəlmirlər. Keçirik ikinci misalımıza. Burada yazılıb ki, P-nin kvadratı üzərinə gəl 9, A kvadratı çıx 2A üzərinə gəl 8 formasındadır. Bu misala diqqətlə baxsaq, görərik ki, burada A kvadratının əmsalını sıfır eləmək mümkün deyil. Və nəticəsində bu isə o deməkdir ki, A kvadratının əmsalı həmişə müsbət olacaq və burada P-nin istənilən qiymətində bizim misalımızın ən kiçik qiyməti olacaq. Çünki deməli, A kvadratının əmsalı müsbət olacaq. A şərtində isə P-nin istənilən sonlu qiymətində ən böyük qiymət var deyir. Bu səhvdir, ən kiçik qiymət olacaqdır. Bu halı götürə bilmərik. Digər hallara baxırıq. Digər hallarda isə bizim misalımızın şərti üçün uyğun ola biləcək hal D variantına baxsaq, görür ki, P bərabərdir -3 olduqda ən kiçik qiymət var deyir. Burada yalnız şərti olmadığına görə biz bu halı götürə bilirik. Yəni, biz dedik ki, daha əvvəl P-nin istənilən sonlu qiymətində ən kiçik qiymət var. Həmçinin P-nin -3 olduğunda da bizdə ən kiçik qiymət olacaq. Yəni, ikinci şərt üçün D-ni götürə bilərik. Digər şərtlərə baxsaq, heç biri bizim ikinci misalımıza uyğun gəlmir. Üçüncü misalımıza diqqət eləyirik. Görürük ki, misalda yazılıb ki, P üzərinə gəl 3A kvadratı üzərinə gəl 4A çıxılsın 5. Bu şəkildə ifadədir və bu ifadənin də görərik ki, P üzərinə gəl 3-ü sıfırdan böyük eləyək bir dəfə. Burada P-nin böyük olmalıdır. -3 halını alırıq. Bir dəfə isə P üzərinə gəl 3-ü sıfırdan kiçik eləyək və P-nin kiçikdir -3 halını alırıq. -3-dən P-miz böyük olduqda bizdə ən kiçik qiymət olacaq. Baxırıq ki, B variantı var ki, burada yalnız
-3-dən müsbət sonsuzluğa olduqda ən kiçik qiymət var deyir və bu hal bizim misalımızın şərtinə tam uyğun gəlir. Lakin -3-ə qədər, yəni -sonsuzluqdan -3-ə qədər olan bir şərt misalımızda verilmədiyinə görə biz bu halı misalımızda qeyd eləyə bilmirik. Yəni belə bir şərt yoxdur. Və bununla da digər hallarda baxsaq, yoxlasaq görərik ki, heç biri uyğun gəlmir üçüncü misalımıza. Deməli, 20 nömrəli misalın cavabı 1-də C-yə, 2-də D, 3-də isə B variantına uyğun gəlir. Bu qədər. Növbəti videolarda görüşənədək.